Əmr ibn As çox hiləgər olub. Allah bütün zalimlara lənət eləsin. Döyüşlərin birindən qaydanda sahabələri bir-birinə vurmaq üçün, ara qatmaq üçün Peyğəmbər sallallahu soruşur ki, ya Rasulallah, bu müharibədə, bu savaşda hansı sahabə yaxşı savaşdı, vuruşdu? Peyğəmbər sallallahu bir neçə sahabənin adını çəkir, amma Əmirül-Müminin Əli ibn Əbi Talib ağa o döyüşdə iştirak etməsinə rəğmən, amma İmam Əlinin adını çəkmir. Bu fitnəkar, bu zalim məlun deyir ki, baxır görür, ortam o qədər qarışmayıb. Buyurur, Eynə İsmi Ali, bəs Əlinin adı harada qaldı? Heç Əlinin adını çəkmədin. Fəltəfətə ilə əshabih. Peyğəmbər sallallahu sağına soluna iltifat belə diqqət eləyərək baxaraq buyurdu ki, haza yəsəluni ənil nəfs. Ona cavab verir, deyir, Əli mənə səhabədir, o mənim canımdır. Sən dedin, hansı səhabə? Mən ona görə orada Əlinin adını çəkmədim.